Şəhərin tıxacından, səs-küyündən bezmisən və bundan ötürü sənə bir bağ evi lazımdır. Hansı ki, artıq isti aylarda da məlum məsələdir. Bağlar olan ərazi belə tıxac olur. Amma məhz bu ev mənim saydığım bütün kriteriyaların xaricindədir. Təsəvvür elə, 4 sotda hardasa 150 kvadratlıq bağ evimiz yerləşir. Mərdəkan körpüsünə çatmamış, sol tərəfdə atçılıq. Araz marketi, qapıya kimi asfalt, super bir yerdir. Hal-hazırda siz görüntüdə küçəni, girişi, 4 sotlu, maşallah maşın çoxdur ailədə. 2 maşınlıq qaraj aşağıdadır və əlavə olaraq bir maşın üçündə gördüyünüz bu hissə düzəldilir. 4 sotda bağ sahəmiz var. Kermogranita olan sahə 2 şambo və həyətdə gördüyünüz bütün dırnaş xəttləri çəkilib. Gecə burada leysan gedib. Həyətdə gördüyün nə daşın, nə divarın tinində 1 qram belə su yoxdur. Hovuz olan zonanı qazıb, ancaq sahibkar hovuz eləməyib, saxlayıb nəyə görə? Çünki Allah bütün balaları, körpələri qorusun. Uşaq suda çox oynadığı üçün biraz təhlükə tullanı biraz saxlayıblar. Ona görə saxlayıblar, amma istəsəz hovuzu hazırlayıb verəcək. Əsas odur, şəxsi tikidir, hal-hazırda evdə yaşayış var. Ya Allah, qardaş, bugünkü gün elə bir qiymətə bu bağ evini sənə təklif edirəm. Şəxsi tikili hal-hazırda yaşayış var. Bütün bu gördüyün əşyalar qarışıq. Ev 235 min manatdır. 4 sotlu, 150 kvadrat evimizdir. Dəhliz hal-hazırda kadrlardan görürsünüz siz. Dəhlizdir, 1 yataq sağda, 1 yataq solda. Birinci mərtəbədə 2 yataq, mətbəx və ümumi hamam otağı. Hal-hazırda mən olduğum otaq salon qonaq otağıdır. Və yuxarıda mansart olan hissədə 2 yataqdır. Uşaq yataqlarıdır ikisi də. Əlavə bir 100 kvadratlıq qarajdır videonun önündə təqdimatda siz gördünüz 2 maşınlıq. Həyətdə olan əlavə yardımçı tikililərdir, navesdir, sanitar qovşaqdır, bağçada hovuz falan hamısı var. Paket kupça ana yolun üstündə cəmi 235 min manat təcili çatılır. Endirim olsa da cüzi bir endirim olunacaq. Çünki bugünkü gün bura çox yaxşı bir qiymətə təcili olduğu üçün satışa çıxarıldı. Allah xeyrimizi versin.